Hər vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Bizim bugünkü test izahımız DimTest vəsaitindən feilin təsvirlənməyən formaları haqqında olacaqdır. Birinci sual. Hansı xüsusiyyət feilin təsvirlənməyən formalarının üçünə də aiddir? Hallanmaq və mənsubiyyətə görə dəyişmək. Hallanmaq mənsubiyyətə görə dəyişmək məsdərə aiddir. Çünki məsdər həm feilin, həm də ismin xüsusiyyətini daşıyır. Feili sifət də əgər ismin xüsusiyyətini qəbul edirsə, demək ki, hallanan mənsubiyyətə görə dəyişə bilər. Amma feili bağlama ismə aid heç bir xüsusiyyət qəbul edə bilməz. Ona görə bizim cavabımız ola bilməz. Cümlənin baş üzvləri vəzifəsində işlənə bilmək. Məsdər də, feili sifət də cümlənin baş üzvləri vəzifəsində işlənə bilər. Amma feili bağlama cümlədə yalnız zərfli olur. Ona görə B variantda bizim cavabımız ola bilməz. Zamanla anlayışı bildirmək. Feilin təsvirlənməyən formalarının heç biri zamana görə dəyişmir. Sadəcə olaraq feili sifət şəkilçilərinə uyğun olaraq keçmiş, indiki və gələcək zaman anlayışı bildirir. Cümlənin ismi xəbəri vəzifəsində işlənə bilmək. Bayaq da qeyd elədik ki, feili bağlama yalnız zərfli olur. İki nitq hissəsinin əlamətlərini daşımaq. Cavabımız Y variantıdır. Çünki məsdər feilin və ismin, feili sifət feilin və sifətin, feili bağlama feilin və zərfin xüsusiyyətlərini daşıyır. İkinci sual. Sizin sənədlərə baxılanda mən orada olmamışam cümləsində təsvirlənməyən feillə bağlı səhvi müəyyən edin. Burada təsvirlənməyən feilimiz baxılandadır. Baxmaq feilindən baxılmaq feili əmələ gəlir. Anda feili bağlama şəkilçisidir. Demək, feil bağlamadır. Bəli, anda həm də feil bağlama şəkilçisidir. Bu düzdür. Sözdə bir leksik, iki qrammatik şəkilçi var. Bu səhvdir. Çünki ıl leksikdir, anda da qrammatik şəkilçisi. Yəni bir leksik, bir qrammatikdir. Təsdiqdədir, bəli. İnkar şəkilçisi yoxdursa təsdiqdədir. Şəxsiz növdədir. Bəli, sənədlərə baxılmaq şəxsizdir. Quruluşsa düzəltmədir. Tərkibində leksik şəkilçisi var. Demək ki, düzəltmədir. Cavabımız olur B variantı. Üçüncü sual. Tikiləcək paltarın ölçüsü hələ götürülməmişdir cümləsində təsvirlənməyən feilin izahındakı səhvi müəyyən edin. Burada demək təsvirlənməyən feilimiz tikiləcək sözdür. Tikməkdən tikilmək əmələ gəlir. Əcək feil sifət şəkilçisidir. Təsdiqdədir. Bəli, inkar şəkilçisi yoxdursa təsdiqdədir. Leksik şəkilçisi var, düzəltmədir. Məhsul növdədir. Bəli, kimsə tərəfindən tikiləcək. Feil sifətdir. Bəli, iki leksik şəkilçi ilə işlənmişdir. Xeyr, bir leksik, bir qrammatik şəkilçi. Cavabımız olur Y variantı. Dördüncü sual. Feilin təsvirlənməyən formalarına əsasən ardıcılığı müəyyən edin. Feil sifət, feil bağlama məsdər. Bu dünya nərdivandır, qalxanda mehribandır. Qalxanda. Burada anda şəkilçisi var. Bu feili bağlamadır. Ay axmaq, çığırmaq, çığırmaq məsdərin şəkilçisidir. Nərgiz gələn, ən feil sifətin şəkilçisidir. Demək cavabımız olmalıdır. 3-1-2 D variantı. 5-ci sual. Hansı cümlədə təsvirlənməyən feillərin hər birinə aid nümunə var? Yəni, həm məsdər, feil sifət, feil bağlama. Əmsi gələndən, gələn. Baxın, burada əndir, əndə deyil. Ən feil sifətdir, dən çıxışlı xal şəkilçisidir. Feil sifət var. Dayanmayan yenə feil sifətdir. Hazırlamaq məsdərdir. Burada feil bağlama yoxdur. Qaydanda feili bağlamadır. Açılacaq feil sifətdir. Müraciət etmək məsdərdir. Cavabımız elə olur B variantı. 6-cı sual. Cümlələrin birində feil həm təsriflənən, həm də təsriflənməyən kimi düşünülə bilər. Bu yeni yolla kəndə gedəsidir. Nə edəsidir, gedəsidir. Baxın, burada ası əsi şəkilçisi var. Ası əsi şəkilçisi həm feilin lazım şəklinin şəkilçisidir, həm də feili sifət şəkilçisidir. Əgər cümlədə ası əsi şəkilçili sözə nə et, nə oldan bağlı sual veririksə, o feilin lazım şəklidir. Necə, nə cür hansı sualını veririksə, feil sifətdir. İndi burada nə edəsidir, gedəsidir. Demək, bu nədir? Lazım şəklindədir. O kəndə gedəsidir. Yenə nə edəsidir, gedəsidir. Lazım şəklindədir. O almanı budaqdan üzməlidir. Nə etməlidir, üzməlidir. Burada da malı məli şəkilçisi. Malı məli də həm vacib şəklinin, həm də feil sifətin şəkilçisidir. Nə et, nə oldan bağlı sual veririksə, demək ki, vacib şəkildir. Bu qablar masaya nə edilməlidir, düzülməlidir. Burada da yenə vacib şəklindədir. O alma yeməlidir. Bax, bunu iki cür düşünə bilərik. Bir dəfə də yazım cümləni. Əgər biz bu cümlədə o əvəzliyini
O alma yeməlidir. Kim o? Onu şəxs əvəzliyi kimi düşünürüksə, odan sonra vergül qoymalıyıq. O nə etməlidir? Almanı yeməlidir. Nə etməlidir sualını veririk. Bu feilin vacib şəklidir. Yox. Başqa bir formada məhz başqa alma yox, o alma yeməlidir. Necədir? Yeməlidir. Yəni onu işarə əvəzliyi kimi düşünsək, yeməlidir sözü olar feil sifət. Cavabımız olur Y variantı. 7-ci sual. Feilin təsriflənməyən formaları ilə bağlı doğru fikirləri müəyyən edin. Müxtəlif cümlə üzvləri ola bilər. Bəli, müxtəlif cümlə üzvləri vəzifəsində çıxış edə bilirlər. Bir doğrudur. Feilin bütün şəkillərinin üzərinə maq şəkilçisi artırmaqla yanlışdır. Çünki feilin şəkilləri təsriflənən feillərdir. Amma maq artırıqsa o artıq təsriflənməyən feil olur. Feili birləşmələrin əsas və asıl tərəfi kimi çıxış edə bilər. Bəli, feili birləşmə deyiriksə, əsas tərəfi onsuz da məstər ya feil sifət, feili bağlama olmalıdır. Asıl tərəfdə də işlənə bilərlər. Düzdür. Feilin təsriflənməyən formalarının şəkilçiləri amonim ola bilmir. Xeyr, çoxu amonim olur. Məsələn, götürək, mış həm zaman, həm feil sifət şəkilçisidir. Asıdır, malıdır, acaqdır. Bunlar da həm təsriflənən, həm təsriflənməyən feilin şəkilçiləridir. İb, ib, ubdur və s. Feil bağlama cümlədə tərz hərəkət, zaman və səbəb zərfliyi ola bilər. Bəli, bu doğrudur. Demək, tərz hərəkət, zaman və səbəb ola bilər. 1, 3, 5 cavabımız olur B variantı. 8. Nümunədə işlənmiş feillərin təhlilindəki səhvi müəyyən edin. Usta Zeynal bunu eşitdikdə dəzgahın dalından qalxıb, orada dayanan Mirzənin boynunu qucaqlayıb üzündən öpdü. Feil bağlamlar zaman və tərz bildirir. Nə zaman eşitdikdə zaman bildirir, sonra üzündən necə öpdü, qucaqlayaraq öpdü. Bəli, həqiqətən də zaman və tərz bildirir. Feil bağlamalar demək zaman və tərz bildirir. Bu fikir düzgün fikir oldu. Feilin təsriflənməyən iki formasından istifadə edilibdir. Bəli, eşitdikdə məsələn feil bağlamadır, dayanan feil sifət. A getdi, B getdi. Feil bağlamalardan biri hərəkətin zamanını bildirir. Eşitdikdə nə zaman? Düzdür. Qucaqlayıb və qalxıb sözlərindəki qrammatik şəkilçi yerinə görə amonim şəkilçidir. Bəli, bu şəkilçisini biz həm zaman şəkilçisi kimi, həm də feil bağlama şəkilçisi kimi düşünə bilərik. Təsriflənməyən feillərin hamısı eyni quruluşdadır. Eşitdikdə sadədir, qalxıb sadədir, dayanan sadədir, amma qucaq ismindən qucaqlamaq feil əmələ gəlir. Qucaqlamaq düzəltmədir. Cavabımız olur Y variantı. 9-cu sual. Təsriflənməyən feillərin üçünə də aid olan ortaq cəhətlər sırasında verilə bilməz. Hər üçü söz birləşməsində həm əsas, həm də asıl tərəf kimi iştirak edir. Demək, hər üçü həm əsas, həm də asıl tərəf. Bu düzgündür. Qoşmalarla işlənərək zərfliyi ola bilər. Demək, feili bağlama qoşmalarla işlənməz. Ona görə ki, səhv olaraq götürürük. Üçü də cümlənin tamamlığı ola bilir. Yenə feili bağlama yalnız zərfliyi olur. İsmin yerində işlənə bilir. Feil bağlama ismin yerində işlənmir. Feilin qrammatik məna növlərinə görə dəyişə bilir. Bəli, hamısı dəyişir. 2 nitq hissəsinin xüsusiyyətini daşıyır, hamısı daşıyır. 2, 3, 4 cavabımız olur A variantı. 10-cu sual. Hansı fikirlər məstər və feil sifət üçün ortaq deyil? Qrammatik məna növlərinə görə dəyişmək ortaqdır. Bu düzdür. Feilin ilkin formasıdır. O məstərə aiddir. Ona görə 2-yi götürürük. 2 nitq hissəsinin xüsusiyyətini daşıyır. Bəli, ortaq fikirdir. Şəkilçidən asılı olaraq müxtəlif zaman anlayışda bildirir. Feil sifətə aiddir, məstərə aid deyil. Həm hərəkət, həm də əlamət və keyfiyyət bildirir. Feili sifətə aiddir, məstərə aid deyil. Təsdiq və inkarda olur, hamısına aid. 2, 4, 5. 11-ci sual. Tünd-qara hərflərlə verilmiş sözlərin təhlili ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Yekun konsertdə Tarzan Şur muğamı çalmalıydı. İndi birinciyə əsasən baxaq doğru yanlışına. Vacib şəklindədir. Nə etməli idi? Çalmalıydı. Bəli, düzdür. Məlum növdədir. Bəli, çalmalı sözü məlum növdədir. Amma yanlış da verir. Buna görə götürmürük. Düzəltmədir. Çalmalıydı. Düzəltmə deyil, sadədir. Demək,
sadədir. Bu yanlış fikirdir. Yanlışda yanlış verdiyinə görə bunu götürürük. Başı ağ çalmalı adam hamıdan öndə dayanmışdı. Burada çalmalı adam, necə adam? Bu sifətdir. Çalma ismindən çalmalı sifət əmələ gəlibdir. Fe'li sifət deyil. 2 doğru yazılan yerdə yazılıbdır. 2'yi götürmürük. Quruluşca düzəltmədir. Bəli, çalmadan çalma əmələ gəlibdir. Quruluşca düzəltmədir. Cümlənin həmcins təyinidir. Xeyr. Adam, hansı adam? Başı ağ çalmalı. Burada həmcins təyinindən istifadə olunmayıbdır. Bu yanlışdır. Demək cavabımız 1, 3, 5, 6 olur. 12. Fe'lin təsvirlənməyən formalarının heç birinə aid deyil. Şəxsi və kəmiyyətə görə dəyişməsi heç birinə aid deyil. Çünki o təsvirlənən fe'llərə aiddir. Cümlədə fe'li xəbər kimi işlənmək, fe'lin təsvirlənməyən formalarından məsdər, fe'li sifət xəbər olur, o da ismi xəbər. Ətrafına söz toplayaraq tərkib əmələ gətirmək hamısına aiddir. İnkar formasının həm şəkilçi, həm də sözlə yarana bilməsi hamısına aiddir. Fe'lin qrammatik məna növlərində olması hamısına aiddir. Fe'lin təsvirlənməyən formalarının hamısına aiddir. Təsdiq inkarda olması aiddir. Zaman və şəxsə görə dəyişməsi heç birinə aid deyil. Tərkib əmələ gətirərək cümlənin bütövlükdə bir üzvü olması hamısına aiddir. Mənsubiyyətə görə dəyişmək fe'li bağlamaya aid olmaz. Fe'lin qrammatik məna növlərində olması hamısına aiddir. Demək cavabımız olmalıdır 1, 3, 5. 14-cü sual. Nümunədəki fe'lin təsvirlənməyən formalarına aid olan sözlər haqqında doğru fikirlər müəyyən edin. İşləməkdən yorulan adamlar evə qaydanda dincəlmək üçün çınar ağacının altında oturardılar. İndi bizdən doğru fikirlər müəyyən edilir. Fe'lin təsvirlənməyən formaların hər üçünə aid nümunə var. İşləmək məsdərdir, yorulan fe'li sifətdir, qaydanda fe'l bağlamadır. Bu düzdür. Bütün təsvirlənməyən formalar məlum növdədir. Məsələn, işləmək məlum növdədir, amma yorulan özü öz üzərində yorulur. Bu nədir? Qayıdış növdədir. Qaydandadır, dincəlməkdir, bunlar yenə məlum növdədir. Qayıdış növdə var deyə 2'yi götürmürük. 2 yanlışdır. İşləməkdən məsdəri fe'li sifət tərkibinin asılı tərəfi kimi çıxış edir. Bəli, adam. Hansı adam işləməkdən yorulan? İşləməkdən yorulan bir tərkib əmələ gətiribdir. İşləmək asılı tərəfdir, yorulan əsas tərəfdir. Bu düzgün fikirdir. Fe'l bağlama əsas hərəkətin zamanını bildirir. Nə zaman? Evə qaydanda. Bəli, zaman məzmunu bildirir. Doğru fikirdir. Cümlədə işlənən məsdər tərkib yaratmışdır. Xeyr. Baxın, burada işləməkdən yorulan, işləməkdən tərkib yaratmayıb. Dincəlmək üçün, nə üçün? Yenə bu da tərkib yaratmayıbdır. Təsvirlənməyən formaların hamısı quruluşca düzəltmədir. Qaydanda məsələn quruluşca düzəltmə deyil. Ona görə 6'yı götürmürük. Cavabımız olur 1, 3 və 4. 15. Nümunədə fe'lin təsvirlənməyən formalarına aid olan sözlər haqqında səhv fikirlər müəyyən edin. İndi burada eyni cümlədə səhv fikirlər istəyir. Fe'lin hər üç təsvirlənməyən növünə aid nümunə işləməkdən məsdər, yorulan fe'li sifət, qaydanda fe'li bağlama. Bütün təsvirlənməyən formalar məlum növdədir. Yorulan dedik ki, nədir? Qayıdış növdədir. İşləməkdən məsdər fe'li sifət tərkibinin asılı tərəfidir. Düzdür. Fe'l bağlama əsas hərəkətin zamanını bildirir. Düzdür. Cümlədə işlənən məsdər tərkib yaratmayıb. Bu səhvdir. Təsvirlənməyən formaların hamısı quruluşca düzəltmədir. Məsələn, qaydanda quruluşca sadədir. Demək cavabımız 2, 5, 6 olur. 16. Cümlələrdəki təsvirlənməyən fe'llər haqqında düzgün fikirlər müəyyən edin. Hər şeylə təchiz edilmiş işçilər tikinti sahibi ilə söhbətləşərək sabah yeni iş yerində toplaşmağı qərara aldılar. Stula söykənən tikinti sahibi isə tikdirəcəyi bina üçün istifadə ediləsi materialların adını sadalayırdı. Məsdər mənsubiyyətə görə dəyişib. Məsdər toplaşmağı, bunu toplaşmaq məsdərdir. Üzərində ı şəkilçisi var. I şəkilçisi həm təsirli hal şəkilçisi ola bilər, həm də mənsubiyyət şəkilçisi ola bilər. Baxın, mən burada bunu qərara aldılar deyirəm, bunu.
Bunu deyə bilirəmsə, demək bu nədir? Təsirli haldadır. Mənsubiyyətə görə dəyişməyibdir. Bir səhvdir. Quruluş növlərinə görə sadə və mürəkkəbdir. Məsələn, təchiz edilmiş mürəkkəbdir. Toplaş. Toplaşmaq amma düzəltmədir. Sadə və mürəkkəbdir deyir. Düzəltmə yazmayıbdır. Ona görə bu fikirdə səhvdir. Bütün formalarına aid bəli, təchiz edilmiş fe'l sifətdir. Məsələn, toplaşmağı məstərdir, söhbətləşərək fe'l bağlamadır. Bütün formalarına aid nümunə var. 3'ü götürürük. Fe'l sifətin zamana görə hər növünə aid nümunə var. Təchiz edilmiş keçmiş zaman, sonra titrəcəyi gələcək zaman, söykənən də indiki zaman, istifadə ediləsi də yenə gələcək zaman. 3'də 4'də doğrudur. Bütün formalar ismi xüsusiyyətlərini daşıyır. Məsələn, burada fe'li bağlama olan söhbətləşərək ismi xüsusiyyətini daşıya bilməz. Cavabımız 3 və 4 olur. 17. Qayıdış növdə olan təsvirlənməyən fe'lin işləndiyi cümlələri müəyyən edin. Bu sözlərdən ruhlanan gənc meydana atıldı. Demək, burada qayıdış növdə olanları istəyir bizdən. Bu sözlərdən ruhlanan. Ruhlanan fe'l sifətdir, amma qayıdış növdə deyil. Ruh ismindən ruhlanmaq fe'l əmələ gəlir. Baxın, üstü növ şəkilçisi yoxdur. Bu çıxdı. Uzaqdan sahilin göründüyü, özü görünür. Görməkdən görünmək əmələ gəlir. Düyü fe'l sifətin şəkilçisidir. 2'yi götürürük. Göyün üzündəki bulutlar çəkildi. Günəşin şüaları yenə hər tərəfə oxşadı. Burada təsriflənməyən fe'l yoxdur. Çiçəklər açıldıqca fe'l bağlama şəkilçisidir və çiçək özü açılır. Qayıdış növdədir. Ağır işdə çalışan Səməd yorulduqda, yorulmaqdan yorulmaq əmələ gəlir. Qayıdış növdədir. Dıqda da nədir? Fe'l bağlama şəkilçisidir. Demək, cavabımız olmalıdır 2, 4, 5. 18. Qayıdış növdə olan təsvirlənməyən fe'lin işləndiyi cümlələri müəyyən edin. Qayıdış növdə olan və təsvirlənməyən. Bağ-bağça sulandıqca. Bağ-bağça kimsə tərəfindən sulanır. Bu məhsul növdədir. Əyninə boz palto geyinən. Geyinən fe'l sifətdir, geyməkdən geyinmək əmələ gəlir. İşi özü öz üzərində icra edir. Ətrafı yorğan kimi bürüyən duman çəkildikcə fe'li bağlamadır. Çəkməkdən çəkilmək əmələ gəlir. Yəni duman özü çəkilir, qayıdış növdədir. Bu ehtiramdan həvəslənən mühəndis layihəsini tez bitirdi. Burada yoxdur. Həyəcandan tutulan Səməd özü tutulur. Tutmaqdan tutulmaq əmələ gəlir. Bu da qayıdış növdədir. Cavabımız olur 2, 3, 5. 19. Uyğunluğu müəyyən edin. Fe'li sifət, fe'li bağlama tərkibi və məstər tərkibi. Dünəndən bəri fikirləşdiklərim mənə rahatlıq vermirdi. Mənə rahatlıq vermirdi. Nə? Dünəndən bəri fikirləşdiklərim. Dıq üstə gələk mənsubiyyət fe'li sifətdir. 1'ə yazırıq. A. Çıxış edənlər çox heyecanlı idilər. Çıxış edən fe'li sifətdir, amma bizdən tərkib istəyir. Çıxış edən tərkib deyil. Eləcə fe'li sifətdir. Tərkib olmaq üçün özündən əvvəl ən azından bir sözü özünə tabi eləməlidir. B-ni götürmürük. Dolaşıq yollar uzandıqca səbrimiz tükənir. Səbrimiz tükənir nə zaman? Dolaşıq yollar uzandıqca. Dıqca nədir? Fe'li bağlama şəkilçisidir. 2'yə yazırıq C variantını. İnsanlara yaxşılıq etmək hər kəsin mənəvi borcudur. Hər kəsin mənəvi borcudur. Nə? İnsanlara yaxşılıq etmək. Yaxşılıq etmək məstərdir. Özündən əvvəl bir sözü özünə tabi eləyibdir. Məstər tərkib əmələ gətiribdir. 3'ə yazırıq D variantını. Qonşumuz Küsəyən Aysel rəfiqəsinin bu sözündən də incidir. Burada isə heç ümumiyyətlə məstər, fe'l sifət və yaxud da ki, fe'li bağlama yoxdur. Küsəyən, küsmək fe'lindən küsəyən sifət əmələ gəlir. 1'ə A, 2'yə C, 3'ə də D yazırıq. 20-ci sual. Uyğunluğu müəyyən edin. Tamamlıq fe'li sifətlə ifadə olunub, hərəkətin səbəbini bildirən fe'l bağlama işlənib, tamamlıq məstərlə ifadə olunubdur. Qorxub yaxınlıqdakı ilk ağaca dırmaşdı. Bizə fe'l necə qorxaraq. Burada qorxub fe'li bağlamadır. Hərəkətin səbəbini yox, tərzini bildirir. A-nı heç birinə yazmırıq.
A-nı yazmırıq. Keçənə güzəşt deyərlər. Daha doğrusu, yaxınlıqdakı nə səbəbə dırmaşdı? Qorxaraq. Qorxaraq sözünü, hərəkətin səbəbini bildirən fe'li bağlama kimi götürə bilərik. Kiyə a yazaq. Keçənə güzəşt deyərlər. Güzəşt deyərlər. Kimə? Keçənə. Keçən fe'li sifətdir. Cümlədə tamamlıq vəzifəsindədir. 1-ə B yazırıq. Suala fikirləşmədən cavab verən uğur qazanmaz. Uğur qazanmaz kim? Suala fikirləşmədən cavab verən. Suala fikirləşmədən cavab verən fe'li sifət tərkibidir. Mübtəda vəzifəsindədir. Burada mübtəda istəmir bizdən, ona görə C çıxırıq. Oxumağa bizim ölkədə həmişə dəyər verilib. Nəyə? Oxumağa. Tamamlıq məstərli ifadə olunubdur. 3-ə D yazırıq. Dostlar bugün çıxar-çıxmaz dənizə çimməyə getdilər. Dostlar gün nə zaman? Burada demək çıxar-çıxmaz fe'li bağlamadır, amma zamanını bildirir. Demək cavabımız 1-ə B, 2-ə A, 3-ə də D olur. 21-ci sual. Məstərə aid olmayan əlamət, fe'li sifətə aid olmayan əlamət. Məstərə aid olmayan əlamət odur ki, ya cəm şəkilçisindən işlənir, ya da cümlədə təyin olur. İndi baxaq. Məsələn, ilk dəfə oxumaq. İlk dəfə oxumaq. Bu məstərdir, amma burada məstərə aid olmayan heç bir şey yoxdur. Amma B variantında oxumaqlarına, yəni cəm şəkilçisi qəbul etməsi məstərə aid olmayandır. 1-ə yazırıq B. Məmməd qumrunu darvazaya söykənmiş gördü. Gördü, necə gördü? Söykənmiş gördü. Söykənmiş fe'li sifətdir, zərflik vəzifəsindədir və əgər fe'li sifət zərflik vəzifəsindədirsə, bu fe'li sifətə aid olmayan əlamətdir. 2-yə yazırıq C. Əskərlərimiz sərhədlərimizi qorumaq kimi vəzifənin, hansı vəzifənin? Qorumaq kimi vəzifə. Bu, məstər təyin vəzifəsindədir, məstərə aid olmayan xüsusiyyətdir. D yazırıq, 1-ə D. Öyrənmək heç zaman gec deyil. Burada isə heç bir şey yoxdur. Demək 1-ə B-dir, 2-yə də C yazırıq. 22. Məstər, fe'li sifət, fe'li bağlama. Həsrətini çəkmək. Bu nədir? Məstərdir. 1-ə yazırıq. A. Demək, ayırtmadı. B-də heç nə yoxdur. C-də güldükcə, dıqca fe'li bağlama şəkilçisidir. 3-ə yazırıq C. Sonra dərs deyən an ən fe'li sifət var. 2-yə D yazırıq. Övladımız məzhəbini danmasın, hər boş sözlərə aldanmasın. Burada isə heç biri yoxdur. Demək A, D və C yazırıq. 23. Məstər fe'li sifət, fe'li bağlama. Zakir tək yanmaq. Yanmaq məstərdir. 1-ə yazırıq A. Gül camalını görüb, yəni görərək. 3-ə yazırıq B. Saymasan el özü unudarsan. Burada heç biri yoxdur. Xudaya insanın halı yamandır. Nələr çəkdiyimiz, dığı deyi fe'li sifət şəkilçisidir. 2-yə yazırıq D. Başqa da yoxdur. Demək 1-ə A, 2-yə D, 3-ə də B yazırıq. 24. Məstər fe'li sifət, fe'li bağlama. Yenə qılıncını çəkdi üstümə, qurbanı olduğum dığı şəkilçisi var, fe'li sifətdir. 2-yə yazırıq A. Demək B variantında heç nə yoxdur. C variantında verməyincə, incə fe'li bağlama şəkilçisidir. Xəstə qaçı, demək D-də yoxdur. Yazmaq. Y variantında da yazmaq məstərdir. 1-ə yazırıq Y. 1-ə Y, 2-yə A, 3-ə C. 25. Məstər fe'li sifət, fe'li bağlama. Gördüyüm, dığı fe'li sifət şəkilçisidir. 2-yə yazırıq A. Açmadan, madan fe'li bağlamadır. 3-ə yazırıq B. Getmək məstərdir. 1-ə yazırıq C.
D-də heç biri yoxdur, Y-də də heç biri yoxdur. 26-cı suala baxırıq. Nümunədə təsvirlənməyən feildəki şəkilçilərin ardıcıllığını müəyyən edin. Tikinti işləri planlaşdırılarkən, demək, təsvirlənməyən feilimiz planlaşdırılarkən sözdür. Plan ismindən planlaşdırmaq feili, planlaşmaq feili, yəni isimdən feil düzəldən şəkilçi. Planlaşmaq feilindən planlaşdırmaq feil əmələ gəlir, yəni feildən feil düzəldən şəkilçi. Planlaşdırmaq feilindən planlaşdırılmaq məhsul növ şəkilçisi. Arkəndə nədir? Feil bağlama şəkilçisi. 1, 4, 3, 2. 27. Nümunədə təsvirlənməyən feildəki şəkilçilərin ardıcıllığını müəyyən edin. Lövhə işıqlandırıldıqca, işıq ismindən işıqlanmaq feili, işıqlanmaq feilindən işıqlandırmaq feili, işıqlandırmaq feilindən işıqlandırılmaq feilidirsə da feil bağlama şəkilçisidir. Yəni birinci isimdən feil düzəldən şəkilçi, sonra feildən feil düzəldən, sonra məhsul, daha sonra isə feil bağlama. 1, 4, 3, 2. 28. Nöqtələrin yerinə artırılacaq geyim feilinin verilənlərə görə işlənmə ardıcıllığını müəyyən edin. Hər gün səlqə ilə geyinmiş uşaq olar, geyinmiş, olar feil sifət. Fərid paltosunu geyinmək üçün məstər, geyinmək üçün məstər 3. Baba ayaqqabısını geyinərək, necə geyinərək, hərəkətin tərsini bildirən feil bağlama. Qonaqlar geyinəndə biz ayağa qalxmışdıq. Biz ayağa qalxmışdıq nə zaman? Qonaqlar geyinəndə. 1, 3, 2, 4. 29. Nöqtələrin yerinə artırılacaq deyilmək feilinin verilənlərə görə işlənmə ardıcıllığını müəyyən edin. Atalar tərəfindən deyilən deyiriksə demək birinci feil sifətdir. Qızım, söz deyiləndə feili bağlamadır və nə zaman söz deyiləndə hərəkətin zamanını bildirən feili bağlamadır. Bu barədə təkrar deyilmək məstər olar. Təkliflərlə bağlı fikirlər deyiləndə çıxışına davam etdi. Deyiləndə. Burada da nə zaman məzmunu bildirdi. Bir dəqiqə bəlkə. Atalar tərəfindən demək buraya nə yazsaq daha uyğun olar. Atalar tərəfindən deyilən feil sifət, hətta feil sifət yazmışdıq. Qızım, söz deyiləndə, nə zaman deyiləndə, hərəkətin zamanını bildirən feili bağlama. Bu barədə təkrar deyilmək, məstər, sonra təkliflərlə bağlı fikirlər, təkliflərlə bağlı fikirlər təkliflərlə bağlı fikirlər deyərək, necə deyərək, tərsini bildirən feil bağlama olar. 1, 4, 3, 2. 30. Təsvirlənməyən feillərin qrammatik məna növlərinə görə işlənmə ardıcıllığını müəyyən edin. Qürbət görməyəndə, andəndə feili bağlamadır və xüsusi şəkilçisi yoxdur, bu məlum növdədir. İşlənmə ardıcıllığını istəyir bizdən. Demək, birinci onda məlum olsun. Məhsul yığımı zamanı ağacı kəstirmək, yəni kiməsə kəstirmək icbar növdədir. Döyüşə atılan, özü atılır, qayıdış növdədir. Məktub yazılaraq, yəni kimsə tərəfindən yazılaraq məhsul növdədir. 3, 4, 2, 1. 31. Təsvirlənməyən feillərin qrammatik məna növlərinə görə işlənmə ardıcıllığını müəyyən edin. Vətənini sevməyən feil sifətdir, bu məlum növdədir. Birinci yazmalıyıq. 3. Qoca məktubu oxutmaq, yəni kiməsə oxutdurmaq
icbar növdədir. Yazırıq 4. Tutulan hava. Hava özü tutulur. Qayıdış növdədir. 2 yazmalıyıq. Quyu qazılaraq, kimsə tərəfindən qazılaraq, bu da məhsul növdədir. 3, 4, 2, 1. 3, 4, 2, 1. 32. Nöqtələrin yerinə artırılacaq bilmək feilinin verilənlərə əsasən işlənmə ardıcıllığını müəyyənləşdirin. Onu sürgünə aparanda fürsət tapıb yoldaşına məktub yaza bildi. Burada nədir? Yaza bilmək, A şəkilçili feil üstə gələk bilmək mürəkkəb feilin bir hissəsidir. Birinci yazmalıyıq 1. Riyaziyyat fənnini yaxşı bilməyi məstərdir. 4 yazırıq. Çox adamı danışığından sezmək olur. Çox adamın bildiyini feil sifətdir. O əhvalatın məğzini biləndə çox narahat oldu. Biləndə də feili bağlama olur. 1, 4, 2, 3. 33. Nöqtələrin yerinə artırılacaq qayıtmaq feilinin verilənlərə əsasən işlənmə ardıcıllığını müəyyən edin. Qoca şair neçə illərdən sonra doğma elinə qayıda bildi. Burada nədir? Mürəkkəb feilin bir hissəsidir. O yenidən kəndə qayıtmaq fikrindədir. Məstərdir. Vətənə xidmətdən qayıdan feil sifətdir. O müəssisəyə qaydanda, bu da nədir? Feili bağlamadır. 1, 4, 2, 3. 34. Nöqtələrin yerinə artırılacaq açmaq feilinin verilənlərə əsasən işlənmə ardıcıllığını müəyyən edin. O hər dəfə qapını açanda feili bağlamadır. Pəncərəni açan qızı tanıyıram feil sifətdir. Qapını açmaq heç ağlına gəlmədi. Açmaq məstərdir. Mən bu sözün mənasını aça bilmirəm. Burada da mürəkkəb feilin tərkib hissəsidir. 3, 2, 4, 1. 35. Nöqtələrin yerinə artırılacaq görmək feilinin verilənlərə əsasən işlənmə ardıcıllığını müəyyən edin. Uşaq anasını görəndə feili bağlamadır. Anar dünən gördüyü, deyib feil sifətinin şəkilçisidir. Bu gözəlliyi görmək məstərdir. Mən onu bu dəfə yaxşı görə bilmədim. Görə bilmədim mürəkkəb feilin tərkib hissəsidir. 2, 3, 4, 1. 2, 3, 4, 1. Bizim bugünkü test izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşənəcək.